While. Azərbaycan dilində nə qədər ki. Nə qədər ki formasında tələffüz olunur. Yəni nə qədər ki şərt ödənilir, eyni əməliyyat davam edir. Məsələn, yazıram ki, A bərabərdir 25, B bərabərdir 12. S də bərabərdir, məsələn, 0. Nə qədər ki A B-dən A böyük bərabərdir B-dir. A bərabərdir A-dan çıxaq 5-i. B bərabərdir B-nin üstünə gələk 5-i. S bərabərdir S-in üstünə gələk B-ni. Bax, belə bir proqram fraqmentidir. Normalda dövr operatorudur. For da dövr operatorudur, amma for sayğaclı dövr operatorudur. Yəni dövrlərin sayını əvvəlcədən bilirik. Burada isə bilmirik. Axırda bilirik. 1. AB-dən böyükdürmü? 25 böyük bərabərdirmi? 12. Deyirəm, hə. Şərt ödənir deyə aşağıya icazə verir düşməyə. A-dan 5 çıxıram. 25-dən 5 çıxıram. Qalır 20. B-nin də üstünə 5 gəlirəm. 12-nin üstünə 5 gəlirəm. Eləyir 17. S-lə də B-ni toplayıram. 0-la da 17-ni toplayıram. Eləyir 17. İkincidə bir də soruşuram. A B-dən böyük bərabərdirmi? Yəni 20 böyük bərabərdirmi 17? Deyir, hə. Düşürəm aşağı. A-dan 5 çıxıram. 20-dən 5 çıxıram. Qalır 15. B bərabərdir. B-nin üstünə 5 gəlirəm. B də 17 idi də, hə? 17-nin üstünə 5 gəlirəm. Eləyir 22. S-in də üstünə B gəlirəm. S də 17 idi. Üstünə də 22 gələndə eləyir neçə? 39. Üçüncüdən bir də soruşuram. A B-dən böyükdürmü? Yəni 15 böyük bərabərdirmi 22-dən? Yox. Yox, proses bitir. Və S-in, indi biz burada nə yazmalıydıq? Yazmalıydıq bizim print S. Hə, print S. Print S yazmalıydıq və S-in qiyməti çap olunmalıdır. S-dən nə aldıq? 39 aldıq. Gəlin yoxlayaq görək hələ 39-durmu? Bəli. Əgər bu print komandası içərdə olsa, bax bunun altında, onda S-in 17 də çap olunar, 39-da bütün qiymətləri çap olunar, yoxsa 6-6. 17 və 39 ikisi də çap olunar. Çöldə olanda isə axırıncı. Print S-dən sonra end yazılıb, bərabər qoyulub, dırnaq açılıb, boşluq qoyulub bağlasaq, onları yan-yana yazacaq. 17, 39 yan-yana. Baxaq. 17 və 39. Əgər bu end olmasa 6-6. Dırnağın arasında məsələn vergül qoyulsa, onda arasında vergüllə çap edər. 17, 39. Məsələn bura yazsam ki, ulduz qoysam, onda bunların hamısının arasında nə qoyar? Ulduz qoyar. Və yaxud da ki, dırnağı açıb dərhal bağlasam, boşluq qoymasam, onda dib-dibə yazar. 17 və 39 dib-dibə neyər yazar. Bəs birdən belə oldu. Printi həm içərdə verdi, həm də çöldə verdi. O zaman nə baş verər? Deməli, uşaqlar, içərdə verdiyinə görə 17-39 yazılacaq. Özdə 6-6 yazılacaq. Çöldə verdiyinə görə axırıncı bir də 2 dəfə yazılacaq. Orada 17-39-39. Gəlin baxaq. 17, 39 və 39. Belə. Yəni, while çox rahat bir operatordur. Nə qədər ki şərt ödənir, eyni əməliyyat dəfələrlə nə olur? Təkrar-təkrar yazılır. Nə vaxta qədər? O şərt ödənənə qədər. Gəlin gündəlik həyatımızdan bunu bir əlaqələndirək. Deyək ki, uşaq dirəşir ki, dədə mənə iPhone al. Dədə almır. Bu da telefon alınana qədər kişinin həyatını zəhərə döndərir. Hər gün utanmadan, usanmadan, yorulmadan, bezmədən hər gün eyni şey deyir. Dədə mənə telefon, iPhone al, dədə mənə iPhone al. O vaxta qədər deyir ki, dədə bezir həyatından nifrət edir, gedir buna iPhone al. Və while da belədir. Nə qədər ki şərt ödənir, eyni şeyi təkrar edir.
Ödənməyəndə nə baş verir? Dayanır. Elə bir müəllim dərs izah edir. Uşaqlar, belə izah edim sizə. Nə qədər ki şagird o dərsi başa düşmür, müəllimlə dirəşib ki, müəllim mən başa düşmədim, müəllim təkrar onu izah edir. Bir dəfə, məsələn, Ələmdar başa düşdün? Yox. Bir də izah edir. Yox, 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 yox. O vaxta qədər ki, Ələmdar desin ki, müəllim, artıq da izah eləmə, yoruldum da, başa düşdüm. Aydın oldu? While belədir. Yəni, gəlin, while operatorunun başqa bir formalarını da tanış olaq. Yazıram A bərabərdir 48, B bərabərdir 6. Nə qədər ki, A fərqlidir B-dən. Uşaqlar, bu işarə fərqlidir deməkdir. Ha, siz riyaziyyatda fərqlidir belə yazırsınız. Bu proqramlaşdırmada belə yazılır. Nədənsə bunu bəziləri nida deyir, faktorial deyir. Xeyr, bu fərqlidir. A B-dən fərqlidirsə, deyir əgər A böyükdür B-dirsə, A bərabərdir A-dan B çıx. Əks halda B bərabərdir B-dən A çıx. Və nəhayətdə nə baş versin? Axırda A-nı çap eləsin və ya B-ni çap eləsin, fərqi yoxdur. Çünki A B-yə bərabər olanda dayanacaq axı. Gəlin baxaq. A-mız 48, B-miz 6. 48 fərqlidirmi 6-dan? Deyirəm, hə. Düşdüm aşağı. 48 böyükdürmü 6-dan? Deyirəm, hə. A-dan B çıxıram. A olur neçə? 42. B də elə 6 kimi qalır da, düzdürmü? 42 fərqlidirmi? Fərqlidirmi 6-dan? Hə. Bəs 42 böyükdürmü 6-dan? Deyirəm, hə. A-dan B çıxıram. 36, B də qalır nə? 6. 36 fərqlidirmi 6-dan? Hə. 36 böyükdürmü 6-dan? Hə. A bərabərdir. A-dan B çıxıram. 36-dan 6 çıxıram. A 30-dur. B hələ 6 olaraq qalır. Çünki B-ni azaldıb artırmıram axı. 30 böyükdürmü 6-dan? Hə. Fərqlidirmi qoyaq da birinci? Fərqlidirmi? Hə. 30 böyükdürmü 6-dan? Hə. A bərabərdir. Eləyir 24. B də qalır 6. 24 fərqlidirmi 6-dan? Deyirəm, hə. 24 böyükdürmü 6-dan? Hə. 24-dən 6 çıxıram. A-mız 18, B-miz 6. 18 fərqlidirmi 6-dan? Hə. 18 böyükdürmü 6-dan? Hə. A-mız oldu 18-dən 12, B yenə oldu 6. 12 fərqlidirmi 6-dan? Hə. 12 böyükdürmü 6-dan? Hə. A-mız oldu 6, B-miz oldu 6. 6 fərqlidirmi 6-dan? Yox, dayandıq. Və nə oldu? 6 çap olundu. Cavab nə oldu uşaqlar? 6. İndi burada elə bir nümunə oldu ki, biz həmişə A-dan B çıxmalı oldu. Ola bilər ki, bir dəfə A-dan B çıxarsan, A-dan B çıxandan sonra bu dəfə B A-dan böyük olar, B-dən A. İkincidə B-dən A çıxarsan. Elə bir ki, Ələmdarın var 30 manat pulu, mənim var 20 manat pulum. Deyirəm ki, Ələmdar, kimin pulu çoxdursa ondan pulu az olan qədər xərcləyək. Ələmdardan 30-undan 20, mən 10 manat pulum var axı, düzdür? 10 manat xərclədik. Ələmdarda qaldı 20, məndə də qaldı 20. Yox, mən 10 manatım var. Yox, 10 manat, yenə Ələmdardan 10 manat xərclədik. Pulumuz bərabərində dayandıq. Əslində bu bilirsinizmi nəyin tapılmasıdır? Bu əbobun tapılmasıdır. Əbobun. Bunu biz demişik əslində alqoritmdə. Bax, indi bu kodun gəlin mən sizə blok sxemini qurum. Görün yadınıza düşəcək, yoxsa yox. A-mız olsun 48, B-miz də olsun 6. Və şərt qoyuram ki, A fərqlidir B-dirsə, burada bir həsi olsun, burada bir yoxu olsun. Hədə mən bir dənə də şərt qoyacam. Deyəcəm ki, A böyükdür B-dirsə.
A B-dən böyükdürsə, A-dan B çıxacam. Yox, böyük deyilsə, A B-dən böyük deyilsə, deməli onda A B-dən kiçikdir də. Deyə bilərsiniz ki, bəlkə bərabərdir. Yox, bərabər ola bilməz. Çünki fərqlidən gəlmişik axı, bərabər fərqlidir. Onda B-dən A çıxacam. B bərabərdir. B-dən çıxıram A-nı. Sonra bunu neynirəm? Qaytarıram sonra bura. Elə ki, A B-dən fərqli olmadı. Neynədim? A-nı saxlayarım. Yadınıza düşdü belə bir blok sxem. Çox işləmişik bunu. Bəli. Düşmədi. Bəli, bu əbobun tapılmasıdır uşaqlar. Niyə? Çünki siz riyaziyyatda əbobu necə tapırsınız? İki ədədin hər ikisinin sadə qrupları ayırırsınız. Hər ikisində olan ortaq qrupları bir-birinə vurursunuz. Amma buna deyirlər F-qit alqoritmi. F-qit alqoritmi. İki ədəd bir-birinə bərabər olana qədər böyüyündən balacasını çıxırsınız. Aydındır? Bəs bunun Bəli. əkobunu necə tapmaq olar? Əkobunu tapmaq, kodları yadda saxlayın. Nə ola bilər deyək ki, iki ədədin əbobunu tapan proqram yazın. Məsələn, A bərabərdir int input. Yəni normalda biz bayaqları qiymətini qoymuşduq. İndi də nə edirik? Qiymətsiz yazırıq. B bərabərdir int input. If A B-dən böyükdürsə, Yox, darıxma da hələ. Əvvəlcə while qoyasan. While A fərqlidir B-dirsə, B-dən içəridə yazırsan, əgər A B-dən böyükdürsə, o zaman A bərabərdir A minus B minus B. else Əks yazır. halda kodları yadda saxlayın sizə lazım olar. B bərabərdir B B minus A. bərabər B. Axırda da ən sonda çöldə, while-ın tam altında nə edirsən? Ya A yaz, ya B yaz. Fərqi yoxdur. Çünki onsuz da zaten bunlar bir-birinə bərabər olacaq da. A nəsə B də odur, B nəsə A da odur. İndi burada A-nın yerinə qiymət qoy. İstənilən B-nin yerinə qiymət qoy, onun əbobunu tapır. Məsələn, A-nın yerinə nə qoyaq? Nə qoyaq? 15, 15. B-nin yerinə nə qoyaq? 20. 20. 15 ilə 20-nin əbobu 5. Gördünüz? Bəli. Başqa bir şey. A-nın yerinə qoyaq 100. B-nin yerinə qoyaq 45. 45 ilə 100-ün əbobu yenə 5. Bir də uşaqlar, bəs bunun əkobu necə tapılır? Əkob belə tapılır. Bunu da yadda saxlayın. Əkob bərabərdir. Əkob bərabərdir. İki dənə ədəd olsun da AB, hə? Ədədlərin bir-birinə hasilini onun əbobuna bölməklə tapılır. Və bu əkobdur. Məsələn, bu kodları mütləq şəkildə istəyirsiniz SS eləyin. Neyiniz eləyin? Bunları öyrənin. Mahiyyətini başa düşün ki, sizdən soruşacaqlar əbobun tapılması, əkobun tapılması. Məsələn, burada bir C verirəm. C bərabərdir A-nı vururam B-yə. Sonra ən sonda məsələn, deyək ki, D bərabərdir C-ni bölürəm A-ya. Və yaxud da B-yə, fərqi yox. Bu da oldu əkobun tapılması. Niyə? Ədədi vurdum bir-birinə, düzdürmü? Hasilini tapdım. Sonra da onu onun əbobuna böldüm də. Aydın oldu. Print deyə olmur mənim. Hə, üzr istəyirəm, bunu dəyişməmişəm. Bəli, bəli, printdir. Printdir. İndi bir ədəd deyin, biz onun əkobunu tapaq. Görək düz tapır yoxsa yox. Deyin elə. 100-dən 30. Neçə? 100-dən 30. 100-dən 133. 33. Bəli. Əbobları bir olan ədədlərin əkobunun hasilinə bərabərdir, düzdürmü? Başqa birini də istəyirsən. 75, 47. Bu da hasil olacaq da, elə deyil. Bəli. Elə deyil, hasil olmasın da. Yaxşı, 25. 75, 25. 75, 25. 75. Əbobu 25-də, əkobda 75-dir. Aydın oldu. Bəli. İndi uşaqlar, burada mən belə bir iş görürəm indi. Bunu buradan silirəm. Görün bu nəyin tapılmasıdır. Görün biləcəksiniz. Yazaram ki, axırda if A bərabərdir 1-dirsə,
Print axırda deyin. Hələ qoy yazım tutarım. Yes. Əks halda print no. Nəyin tapır bu? Proqram fraqmenti nə tapır? Sıfır sadə olub olmadıqlarını Bəli. yoxlayırdı. Çünki A əbovu 1 olan ədədlər qarşılıqlı sadə ədədlərdir. Aydındırmı? Aydın. Başqa bir nümunə yazaq. Yazıram ki, A bərabərdir 3, 4, 6, 5, 7, 8. Nə qədər ki, A böyükdür sıfırdırsa, B bərabərdir A faiz 10. A bərabərdir A tam bölünsün 10. Əgər, bir dənə də S-dən falan nəsə verək burada. S bərabərdir 0 olsun. Və sonra şərt qoyuram içəridə. Deyirəm, əgər A faiz 2 bərabərdir 1-dirsə, S bərabərdir S plus B. Print S. İndi bu sual şifahi, siz bu sualı imtahana düşsə şifahi hesablaya bilərsiniz, yoxsa bir böləcəksiniz? Eləyə bilərəm. Şifahi deyə bilərsənmi burada cavab nədir? Bəli, orada B 10%. Orada bir B-də rəqəmləri bir-bir götürür o. A da bölündə hər dəfə bir rəqəm silinir də. Burada bir Tək, səhv eləmişik. Üzr tək istəyirəm. rəqəmləri Bizdən bir dəqiqə B faiz 2 yazılmalıdır. Aha. bəli. Hə. Tək rəqəmləri cəm Bəli, bəli. təkləri. Tək rəqəmləri cəmləyir. Bu B bərabərdir A faiz 10 bilsəz nə edir? Hər dəfə A-nı 10-a bölür. Yadda saxlayın uşaqlar. Nə bölgüdə ədəd olur olsun, onun 10-a böləndə sonuncu rəqəm onun qalığı olur. B-miz olur 8. Gör nə edir? Deyir ki, 8-i 2-yə böləndə 1 edir? Yox. O zaman S-lə B-ni toplamır. Yəni, hansı ədədləri 2-yə böləndə 1 edir? İsmail desin. İsmail, hansı ədədləri 2-yə bölündü? Bax, belə bir sual deyirəm. Deyirəm, fikrimdə bir ədəd tutdum. Onu 2-yə böldüm, qalıqda 1 qaldı. Mən fikrimdə tutduğum ədəd haqqında nə deyə bilərsən, İsmail? İsmail deyənməsə, Vaqif deyəcək. Müəllim, De, həmin ədəd tək olurdu onunla. bəli, oğulsan. Həmin ədəd təkdir. İstənilən tək ədəd 2-yə bölündə qalıq 1 qalır. Əgər qalıqsız bölünürsə, faiz 2 bölü 0-dırsa, o ədəd cütdür. Bu da mənə hansı halda icazə verir aşağı düşməyə? Tək olanda, burada təkləri topla da qardaş. Nə uzunluğunda verir versin. Gəl ədədləri uzaldaq. 9, 4, 2, 0, 6, 7. Ağzıma gələn qədər rəqəmləri burada artıracağım. Bax, məsələn, təbii ki, imtahana bu qədər düşməz. Deyə bilərsiniz ki, bu imtahan, bunu mən yazana qədər, bir bölünə qədər vaxt tutaracaq ki, xeyr, sadəcə olaraq təkləri toplayacaqsan, məsələ bitəcək. 3, 8, 15, siz də baxın. 15 isə 9-a neçə eləyir? 24, 24. Bu da 7, 31, 36, 39, 44, 49, 53, 60, 61, 66, 69, 78, bu da 5. Səhv hesablamadımsa burada cavab 83 eləyəcək. Görsən? Sənə lazımdır bunu bir bölmək. Bura baxın, bax. Hansı halda S-lə B-ni toplayarsan? Tək olanda. Bəs birdən S bərabərdir S plus 1 yazsaydı, onda görüm nə eləyərdi? Onda nə edərdi? Təkləri sayır. Bəli. Uşaqlar, yadınızda saxlayın. Əgər başlanğıc qiymət 0 götürülüb, hər zaman üzərinə 1 əlavə edirsə, bu saymaq deməkdir. Elə bil ki, sən bir boş qab götürmüsən, hər gün o qaba bir dənə qəhvi atırsan. Məsələn, bir gün axırında atırsan, sayırsan da 5 qəhvi varsa demə 5 gün keçib də saymaqdır. Üstünə 1 gəlirsənsə. Yox, başlanğıc qiymət 0-dır, üstünə ədəd gəlirsənsə, bu cəm deməkdir. İndi yaxşı, mən belə bir şey yazıram. Burada da yazıram ki, else
Deməli S bərabər o da gəl belə bir iş görək. Burada bir dənə fərqli dəyişən verək. Məsələn T-dən zatdan nəsə verək. T də olsun 0. S-i də deyirəm ki, T bərabərdir. T üstə gəlinsin 1. Axırda nə edirəm? Axırda da axırda nə edirəm? Print S ilə T-ni toplayıram. Sizcə nə baş verir burada? Təkləncə. Bütün rəqəmləri Cütləri ki, yox. cəmləyir, İşlər təkləri bəli, sayır. cütlər. Cütləri cəmləyir, təkləri sayır və onları da toplayır. Aydın oldu? Oldu. Təkləri cəmləyir, cütləri sayır. Düzdür, təkləri cəmləyir, cütləri sayır, bəli. Aydın uşaqlar? Evet. İndi gəl belə bir iş görək. Ədədin rəqəmlərinin ədədi ortasını tapan proqram yazaq. Məsələn, ixtiyar bir ədəd deyin mənə. 80. Biraz böyükdür, nə? 3, 8, 11, bu da olsun neçə? 7. Bunun ədədi ortasını necə taparam? Cəmləyib, Cəmləyib, neyniyərəm? Sayına bölərəm də. İndi bunu yazan proqram yaza bilərsinizmi? Bunu tapan. Bax, yazıram A bəli. bərabərdir int input. Input. Daha aydın olsun deyə burada da yazıram ki, ədədi daxil et. Bax, qoşa nöqtə inputda ona görə də, ha. Sən nəsə yaza bilərsən. Aha. Sonra, deməli, burada mötərizənin birini bağlamadıq deyə belə bir şeylər baş verdi. Tamam. Getdi. Nə qədər ki, A böyükdür sıfırdan, B bərabərdir A faiz 10, A bərabərdir A tam bölünsün 10. Sonra burada bir şeyi səhv etdik, darıxma. Onda bir dənə S bərabərdir 0 deyək, T bərabərdir 0 deyək. Biri cəm olsun, biri say. Deməli, S bərabərdir S plus B, T bərabərdir T plus 1. Print axırda. S-i böləcəm nəyə? T-yə. Aydındır. Çünki baxın, indi 387 qoyanda nə verəcək? Bunun cəmi nə qədər edir? 3, 8, 7, 11, 3, 8, 11, 7, 18, 6. 6. Gəlin görək bu 6 bizə verəcəkmi? Versə deməli proqramı düz qurmuş. Ədədi daxil et. 387. 387. Baxaq. 6.0. Niyə? Çünki mən bunu bir dənə slashlə yazmışam da. Çünki ədədi orta həmişə natural olmur axı. Kəsr də ola bilər, düzdürmü? Biz elə ədədlər seçdik ki, tam olsun da. İndi bu necə oldu yaxşı? Gəlin bunu mahiyyətini anlamağa çalışaq. Deməli, A faiz 10 o deməkdir ki, sənin verdiyin ədədləri sağdan sola bir-bir götürəcək və onları toplayacaq, T isə onları sayacaq. Nə demişdik? Başlanğıc 0 üstünə ədəd gəlirsə cəmdir, başlanğıc 0 üstünə 1 gəlirsə saydır. S cəm oldu bizdə, S oldu cəm, T də oldu say. Axırda da cəmin sayı olan nisbəti ədəd ortaya bərabərdir. Aydındır. Bəs niyə görə mən A-nı hər dəfə 10-a bölürəm? A-nı ona görə bölürəm ki, mənim şərtim var. A sıfırdan böyük olana da proses gedir. Əgər mən A-nı hər dəfə 10-a bölməsəm, A azalmaz və sıfıra həmişə sıfırdan böyük olar və dövr bitməz. Alqoritmin axı diskretlik xassəsi var. Sonlu zaman müddətində həyata keçirməlidir. Sonu olmalıdır. Nəticəli xassəsi sonunda nəticə alınmalıdır. Düzdür? Elə bir ki, bir milyonçu var. O milyonçunun çoxlu sayda pulu var, dövləti var. Hər dəfə onun pulunu 10 dəfə azaldırlar ki, bir günlərin bir günü bu müflis olsun və onu məhv eləsinlər də. Və ona görə ona bölürəm. A faiz 10 yazmaqdan məqsədim odur ki, onun rəqəmlərini sağdan bir-bir götürəm. Tam bölünsün 10 yazmaqda fərqli məqsədim odur ki, o yavaş-yavaş gün azalsın, azalsın, azalsın və bir günləri təmiz müflis olsun, bankrot olsun, sıfır olsun və dayansın. Aydındır? Yəni, Bu da uşaqlar bizim while operatorumuzdur. Yəni, nə qədər ki şərt ödəyir, eyni şeyi dəfələrlə təkrar edirik. İndi gəlin nümunələrə baxaq, while ilə bağlı test tapşırıqlarına baxaq. Məsələn,
Elə 94-ə baxaq. Deyir, nə qədər ki, S 100-dən kiçik bərabərdir, bu işləri gör. S sıfırdır. Sıfır kiçik bərabərdirmi 100-dən? Deyirəm, hə. K-nı 2-yə bölündə 0 edirmi? K sıfırdır da, 0 2-yə bölündə 0 edir. O zaman S-i 5 vahid artıracaq. S olacaq 5. K da olacaq nə? 1. Sonra qayıtdım yuxarı. 5 100-dən kiçik bərabərdir, hə. K-nı 2-yə bölündə 0 edirmi? Yox. LC-yə düşəcəm, K-nın üstünə 1 gələcəm, K olacaq 2. Amma şərt ödənmədi. Bir dəqiqə. S 5-dir də, 500-dən kiçikdir, hə. Deməli, burada 500-dən kiçikdir. Hə. S-in üstünə 5 gəldim. K-nı da 1 vahid artırdım. Əks halda K-nı 1 artırdım. İndi bizim S'imiz nə oldu? S'imiz oldu 5 oldu. 500-dən kiçikdirmi? Hə. K-nı 2-yə böləndə 0 edirmi? Bəli. 2-ni 2-yə böləndə 0 edir. S-in üstünə 5 gəldim. Beləcə gedəcək. Axırda 100 olanda dayanacaq. Nəsə bir K, nəsə bir şey olacaq da tapılacaq. Uzun gedir. Yəni, vaxtımız getməz. Yəni, mahiyyəti başa düşürükmü? Düşmürük? Asandır bu. Bax, bu tapşırıq qəşəng sualdır. Bunu istəyirəm siz evdə yazasınız. Burada deyir ki, axırda nə deyir? Deyir ki, P 3 olacaq. E-də 120 olacaq. E-də 120 olacaq. P-nin başlanğıc qiyməti 0-dırsa, hər dəfə üstünə 1 gəlibsə, burada neçə dövr gedib? Əvvəlcə gəlin onu tapaq. 3. Mənim 0 manat pulum var. Hər gün babam mənə 1 manat pul verir. Baxdım, gördüm ki, mənim cibimdə 3 manat pulum var. Babam mənə neçə pul verir? 3. Deməli, 3 dövr gedəcək də burada uşaqlar. Sizə bir dənə ipucu verim, qalanını siz işləyin. K bərabərdir, K bölünsün 8 var ha. Bu 8-lik say sisteminə keçirməkdir uşaqlar. Çünki biz ədədi onluqdan 8-liyə keçirdəndə 8-ə bölə-bölə gedib qalıqları yazmırıq. 8-ə bölür. Deməli 8-lik say sisteminə keçirmək. Bax buradan oynasın ta demirəm. Gələn dəfə edə bilməyəcəksiniz. 8-dən 10-a qaytaracaqdır. Yox, da orasını demirəm. Yox, onluq qatarını. Deyir ki, K dəyişən daxil edə biləcək cəmi neçə natural ədəd var? K-yə neçə dənə ədəd qoya bilərsən ki, sonda 3 dəfə onları bir-birinə vuranda 120 eləsin. K-nı 8-ə böləcəksən, qalığı vuracaqsan nəyə? 1-ə. Elə də, yəni el 1-dir də, sonra nə alındı verdin elə. Növbəti dəfə yenə o format 3 dəfə bunu edəcəksən və nəticədə 120 olacaq. Buna mən deməyəcəm. Gələn dəfə inşallah buna baxacaq. Məsələn, bu 85 çox qəşəng sualdır. 85-i də bilmirəm yazmışdınız, yazmamışdınız. Çox yaxşı sualdır. Yazmısan? İzah edə bilərsən? Nətər yazmısan? Deyir, if h bərabərdir 0-dan, onda biz elə rəqəmlər götürüb qoymalıyıq ki, aya. Yəni, ikisi də müsbət olsun. Hı -hı. Orada aralıq qoyacaq. A plus 35 də 0-dan böyükdür. Mənfi ya ikisi də mənfi olmalıdır, ya ikisi də müsbət Bəli. olmalıdır. İki dənə elə aralıq qoyulur. Bəli. İkisi də ya Yəni, mənfi oradan- olmalıdır, ya da ikisi müsbət olmalıdır. Hə. Deməli, Oradan mənfi cavab tap. 60-dan başlayır, müsbət 59-da gedir. Aha, sonra Hə, yazaq, bir dəfə yazaq A plus 35 böyükdür 0-dan, A minus 15 böyükdür 0-dan. Onda olur şey, ən kiçik belə deyək də 15 ola bilər. 15-dən o tərəfə 60-a kimi. Hı -hı. 15-60 aralığı bir dəfə. Mənfi 60-dan deməli, mənfi 36-ya qədər qiymətlərində. Mənfi O 36 belə qoysan, mənfi olur belə qoyanda. Mən müsbət deyirdim ya. yox da, darıxmada. Mənfi 36 qoysan, 35 qoysan, bura 0 olar, düzdür? Mən Sonra da, mən asan yolunu deyim də sənə. 16-dan 35-də almış. 59-a qədər. Çünki 15 qoysan, 15 minus bura 0 verir axı. Burada nə qədərdir? 60-dan 36 çıxanda nə qədər qalır?
24, 24. 25. Özündə götürür axı. 59-dan 16 nə qədər? 43, 44. Bunlar da cəmi 69 edir burada cavab. Bilet tapmamışdın sən. Yani. Hə. Belə Burada uşaqlar, bunda bu testi while operatorlarını axıra qədər işləyin. İndi siz deyir, for işləmişsiniz də bunların içində, düzdür? hamısını işləmiş. Hə, for işləmişsiniz, digər uşaqlar siz də işləmədiyiniz varsa deyin, zəhmət olmasın. Mən bu suala şübhə yarandı ki, bu sualı mən inanmıram digər uşaqlar işləyə, amma niyə sual vermədilər? İsmail, sən bu yazmışdın 85-i. Vaqif, sən yazmışdın. Xeyr müəllim. Və niyə sual vermədin? Hı. Belə. Uşaqlar, sağollaşırıq sizdən. İnşallah növbəti dərsimiz Tamam. olacaq nə vaxt? 6-cı günü, axşam saat 9-da. Özünüzə yaxşı baxın, işləyin. Saat 8 tamama qədər. 6-cı gün saat 8 tamama qədər mənə cavabları atın. Aydın oldu. Hı. Sağ Bəli. olun, gecəniz xeyrə qalsın. Əlavə sualınız, sözünüz, tapşırığınız varmı? Yoxdur, mənim sağ ol. Sağ olun, gecəniz xeyrə qalsın.